Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün biz Novruz bayramı üçün səməni hazırlayacağıq. Burada gördüyünüz kimi arpadır. Arpanı çox iri yox, adcana bir qırıq düzərdib qabımızın içərisinə əlavə etmişik. Yəni qabımızın arpanın altından salfet sərmişik. İstəsəniz nazik cuna da sərə bilərsiniz. Bu bizim arpamızdır. Yəni bir gün suda saxladım səhər-səhərdən, o biri səhərə, ikinci səhərə kimi suda saxladım. Səhər-səhərdə süzdüm suyunu, dəsmalın arasına tökdüm arpamızı və bunu möhkəm bükdüm. Bax belə bir vedranın içərisinə qoydum. Burada indi bu da bizim taxıldır. Taxıldan olan səmənimizdir. Budur, bu da yenə cücərifdir. Çox iri cücərməyib, yəni xırda cücərif. Çox iri cücərəndə yaxşı səməni alınmır. İndi bunu da qabımızın içərisinə salfet sərib bura səpəcəyik. Bax, budur, belə 2 qat salfet sərdik. Yəni bunu nəyə görə səririk ki, səmənimiz nəmli dursun, yaxşı göyərsin. Dəsmalın arasında da bir 3 gün saxladım. 3 gün saxlayandan sonra isti yerdə, bax budur, belə cücərir. Bundan da qabımızın içərisinə əlavə edək. Əsas qırağa tərəf çox taxıl edin ki, qoy yaxşı qıraqdan yaxşı göyərsin. Bura orta hissəsi nazik olsa da olar. Belə hazırlayandan sonra dəsmalı suya salıb isladıb üzərinə örtəcəyik. Üzərinə örtüb isti yerə qoyuruq. Yəni çox kölgə olmamalıdır. Çox kölgəlik olanda səməni kiflənir. Yəni işıq düşən yerə qoymaq lazımdır ki, səmənimiz qəşəng göyərsin. 2 gün dəsmalın altında saxlayandan sonra bu gördüyünüz bu kökləri birləşir. Ondan sonra dəsmalı götürə bilərsiniz. İstəsəniz salafan paketlərə də keçirdə bilərsiniz. Bax belə salafanlara da keçirdə bilərsiniz. Yəni salafan özü nəm saxlayır. 2 gündən bir su əlavə edib, azca, çox yox, az miqdarda su əlavə edib və salafanını belə möhkəm örtsəniz parnik kimi, yəni lap tez cücərəcəkdir. Göyərib tez qalxacaqdır səməniniz. Yox, əgər tez istəmirsinizsə, belə dəsmalla da dəsmalı hər dəfə isladıb üzərinə sərə bilərsiniz. Budur, bax belə. Səməni halvası hazırlamaq üçün də biraz göyərir. Hardasa 2 sm zat göyərəndə onda qəşəng səmənini yuyub, ət maşınından keçirdib, sokunu da sıxıb, bir dəsmalın ya bir cunanın arasında sokunu sıxıb, qaynadıb, içərisinə də şəkər əlavə edib, qaynadıb, biraz da un əlavə edib halva hazırlayırlar. Qarşıdan gələn bütün bayramlarınızı təbrik edirəm. Çərşənbələrinizi, Ramazan bayramınızı, Novruz bayramınızı, hamısı mübarək olsun, düşərli gəlsin, xeyirli, uğurlu gəlsin, can sağlıqlı, belə gözəl günlər, xoşbəxt günlər gətirsin özü ilə. Həmişə ocaqlarınız yansın, qazanlarınız qaynasın. Allah uzun ömür, sağlam can versin Azərbaycan xalqını. Novruz bayramları, bütün bayramları mübarək olsun. 3 günə səmənimiz bu cür göyərdi. Bahar bayramının gəlişini bildirir səməni.
Çox gözəl görünüşü var. Bahar bayramınız mübarək olsun. Ocağınız yansın, qazanınız qaynasın. Hər bir evdən sevinç səsi gəlsin. Əmin-amanlıq olsun, sülh olsun. Pis günlərimiz arxada qalsın. Allah hər bir evə yaxşı gün, ruzi, bərəkət, sağlamlıq qismət etsin. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın. Bu gözəl gündə, bu bahar bayramında hər birinizi təbrik edirəm.